İranın siyasi səhnəsində baş verənlər ölkənin daxili idarəetmə strukturundakı dərin böhranı və hakimiyyət daxili parçalanmanı açıq şəkildə ifşa etdi. İslam İnqilabı Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan bir məddahın prezident Məsud Pezeşkiyanı ünvanladığı açıq təhdid ölkədə böyük rezonans doğurub. Əgər rəhbərin irəli sürdüyü şərtlər yerinə yetirilməsə, boğazını kəsərik və səni ağır şəkildə cəzalandırarıq formasındakı bu sərt və qalmaqallı çıxış rejimin sistematik xarakterinin növbəti dəfə göz önünə sərdi. Məsələnin xüsusilə diqqət çəkən tərəfi odur ki, sözü gedən təhdid Müçtəba Xameneyinin Pezeşkiyana yönəlik açıq dəstək bəyanatından qısa müddət sonra səsləndi. Müçtəba Xameneyi ABŞ ilə imzalanan memorandumla bağlı danışarkən mənim fərqli fikrim var idi, lakin prezident və Milli Təhlükəsizlik Şurası məsuliyyəti üzərlərinə götürdülər. Ona görə icazə verdim, deyərək bir növ prosesə yaşıl işıq yandırmışdı. Bir tərəfdən ən ali səviyyədə etimad və dəstək mesajı verildiyi halda, digər tərəfdən isə radikal qanatdan fiziki məhv təhdidi gəlir. Beləliklə, prezident həm müəyyən addımlar üçün icazəli fəaliyyət sahəsi əldə edir, həm də daim fiziki və siyasi təhlükə altında saxlanılır. Nəticədə Pezeşkiyan rejimin əsas dayaqları olan ali rəhbərlik və Sepahın tam nəzarəti altında sadəcə bir icraçı fiqur vəziyyətinə salınır. Bu rüsvayçı mənzərə İranın daxili idarəetmə fəlsəfəsinə dair bir neçə acı reallığı ortaya qoyur. Dövlət institutlarının aşınması. Ölkənin rəsmi seçilmiş prezidentinin sıravi bir dini təbliğatçı tərəfindən bu cür kobud şəkildə hədələnməsi rəsmi hakimiyyət iyerarxiyasının tamamilə iflic olduğunu göstərir. Hüquqi mexanizmlər və dövlət etikası yerini radikal zorakılıq ritorikasına verib. Sepah və radikal qrupların mütləq gücü. Bu tipli çıxışlar heç vaxt körtəbii olmur. Onlar birbaşa Sepaha yaxın dairələrin iradəsini ifadə edir və prezidentin hər hansı müstəqil fəaliyyət imkanını əvvəlcədən məhdudlaşdırmağa xidmət edir. Günah keçisi strategiyası. Pezeşkiyanı daim qorxu altında saxlamaqla ölkədəki iqtisadi çətinliklər, sosial narazılıqlar və xarici siyasətdəki uğursuzluqlar üçün bütün məsuliyyəti onun üzərinə yıxmaq planlaşdırılır. Məqsəd xalqın qəzəbini rejimin özündən yayındırıb birbaşa prezident aparatına yönəltməkdir. İslahat cəhdlərinin beşikdəcə boğulması. Prezidentin ata biləcəyi hər hansı müstəqil addım və ya islah cəhdi dərhal rəhbərin xəttinə xəyanət kimi qiymətləndirilərək təhdidlə qarşılanacaq. Bu təzyiq Pezeşkiyanı ya tam itaətkar bir kuklaya çevirəcək, ya da onu açıq qarşı durmaya sövq edərək sıradan çıxaracaq. Mövcud vəziyyət Pezeşkiyanın siyasi manevr sahəsini demək olar ki, sıfır səviyyəsinə salıb. Onun qarşısında iki yol var. Ya öz siyasi kimliyini və vədlərini qurban verib radikallara təslim olmalı, ya da böyük riskləri göz önünə alıb açıq qarşıdurmaya getməlidir. Hər iki ssenaridə daxili böhran daha da dərinləşəcək. Belə getsə, beynəlxalq arenada İran hökumətinin onsuz da zəif olan etibarı birdəfəlik zədələnəcək. Dünya dövlətləri bir daha idrak edir ki, prezidentlə hər hansı masa arxasına əyləşmək və razılaşmaq heç bir məna kəsb etmir. Çünki real güc radikal qrupların və ali rəhbərliyin əlindədir. Başqa tərəfdən, Hörmüz boğazının yenidən bağlanması kimi aqressiv hədələr Tehran rejiminin daxildə hansı formatda təqdim olunursa olunsun, öz mürtəci xarici siyasətindən əl çəkmək niyyətində olmadığını deyir. Sistem özünü qorumaq üçün fars şovinizmi və dini radikalizmin sintezindən istifadə edərək regionu gərginlikdə saxlamağa davam edir.
nümayiş etdirilən demokratiya və islahat oyunları xaricə və daxili auditoriya yönəlmiş fəsaddır. Hakimiyyət, ali rəhbərlik və Sepahın əlində cəmləşib. Öz varlığını qorumaq üçün hər cür manipulyasiya və daxili-xarici təhdidə əl atan bu teokratik sistem Cənubi Qafqazdan tutmuş Körfəz regionuna qədər bütün yaxın şərq üçün davamlı qeyri-stabillik və təhlükə mənbəyi olacaq. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.